Salam, hörmətli tələbələr. Blackboard Learn kursunda sizləri görmək çox xoşdur. Bu videoda Blackboard platformasının ən faydalı bölmələrindən biri olan təqvim, yəni kalendar bölməsi ilə tanış olacaq. Universitet həyatında eyni vaxtda bir neçə fənn üzrə tapşırıqları, quizləri, imtahanları və digər akademik fəaliyyətləri izləmək bəzən tələbələr üçün çətin ola bilər. Məhz buna görə də Blackboard bütün vacib tarixləri bir yerdə görmək üçün təqvim bölməsini təqdim edir. Bu bölmə sizin akademik fəaliyyətlərinizi planlaşdırmağa və heç bir vacib tarixi gözdən qaçırmamağa kömək edəcək. İndi isə gəlin təqvim bölməsində necə keçid alacağımızı öyrənək. Əvvəlcə Blackboard'un sol naviqasiya panelindən təqvim bölməsinə daxil oluruq. Burada sizə aid olan dərslərin vaxtları, imtahan tarixlərini, onlayn dərsləri və müəllim tərəfindən əlavə edilmiş digər akademik tədbirləri görə bilərsiniz. Ən vacib üstünlüklərdən biri odur ki, bütün bu məlumatlar müxtəlif fənlər üzrə ayrı-ayrılıqda deyil, vahid təqvim üzərində təqdim olunur. Bu isə sizə semestr ərzində akademik yükünüzü daha rahat planlaşdırmağa imkan verəcək. İndi isə gəlin təqvimdən necə istifadə edə biləcəyimizi öyrənək. Təqvim panelində tarixlər üzrə hərəkət etmək üçün yeni açılan səhifənin tam ortasında yerləşən tarixlər bölməsini istifadə edəcəksiniz. Sağa və sola düymələri vasitəsilə həmin tarixlərdə irəli və ya geri gedə bilərsiniz. Pəncərənin sol yuxarı küncündə yerləşən cədvəl və son tarixlər düymələri sizə həm təqvimi cədvəl şəklində, həm də list şəklində görməyinizə kömək edəcəkdir. Pəncərənin sağ yuxarı küncündə yerləşən gün və ay düymələri isə ehtiyacınıza uyğun olaraq günlük və ya aylıq görünüş arasında keçid etməyiniz üçün kömək olacaq. Hansı görünüşü seçməyinizdən asılı olmayaraq, bütün vacib akademik tarixlər burada əks olunacaqdır. İndi isə gəlin təqvimdə yerləşdirilmiş hər hansı bir tədbirin üzərinə klikləyək. Gördüyünüz kimi, yeni açılan pəncərədə biz həmin tədbir haqqında daha ətraflı məlumat əldə edə bilərik. Məsələn, tapşırığın adı, son təhvil tarixi və aid olduğu fən kimi məlumatlar bu pəncərədə əlçatandır. Təqvimdən maksimum faydalanmaq üçün onu gündəlik istifadə etməyinizi tövsiyə edirik. Dərslərə başlamazdan əvvəl qısa bir neçə dəqiqə ayıraraq, qarşıdakı günlərdə sizi hansı tapşırıq və ya qiymətləndirmələrin gözlədiyini yoxlamaq, işlərinizi əvvəlcədən planlaşdırmağa kömək edəcək. Eyni zamanda unutmayın ki, təqvim bölməsi məzmun, yəni kurs content bölməsini əvəz etmir. Təqvim sizə vacib tarixləri göstərir, tapşırığın tələbləri, materialları və digər ətraflı məlumatlar isə kurs kontent bölməsində yerləşir. Bunun üçün siz hər hansı bir kursa daxil olaraq kursun məzmun, yəni kontent hissəsində müəllim tərəfindən yerləşdirilmiş bütün modullar və tapşırıqlar və digər materiallarla tanış ola bilərsiniz. Sonda isə bir neçə vacib tövsiyəni qeyd etmək istərdim. Son tarixləri yadda saxlamağa güvənmək əvəzinə təqvim bölməsini mütəmadi olaraq istifadə etməyiniz sizin üçün faydalı olar. Bütün fənlər üzrə tarixləri birlikdə izləmək və tapşırıqlarınızı əvvəlcədən planlaşdırmaq üçün təqvim sizin ən faydalı vərdişinizə çevrilməlidir. Bu vərdiş həm vaxtınızı daha səmərəli idarə etməyə, həm də gecikmələrin qarşısını almağa kömək edəcək. Beləliklə, hörmətli tələbələr, bu videoda Blackboard platformasının təqvim bölməsi ilə tanış olduq. Unutmayın ki, düzgün planlaşdırılmış tədris prosesi uğurlu akademik fəaliyyətin vacib şərtlərindən biridir. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda Blackboard platformasının digər vacib funksiyaları ilə tanış olacaq. Hər birinizə uğurlar.